Yadında mı öten günler, ağaç altı bulaq səsi. Günlər keçir, bizə qalır o günlərin xatirəsi. Kələsizim keçərləri yada salaq dönə-dönə. Ötən günə gün çatarmı, çalasan da günü günə. Kələsizim keçərləri yada salaq dönə-dönə. Ötən günə gün çatarmı, çalasan da günü günə. Yadında mı ötən günlər, qəm çoxalır, ömr azalır. Üzümüzdə, alnımızda o illərdən izlər qalır. Kələsizim keçərləri yada salaq dönə-dönə. Ötən günə gün çatarmı, çalasan da günü günə. Aparır məni bax, aparır, könüldən, əlindən qoparır. Aparır məni bax, aparır, könlündən, əlindən qoparır. Ayana gözlərim qapanır, gələrəm bulutlar keçəndə. Ayana gözlərim qapanır, gələrəm bulutlar keçəndə. Bəlkə, bəlkə, bəlkə də, bəlkə, bəlkə də. Bəlkə, bəlkə, bəlkə də, bəlkə, bəlkə, bəlkə də. Gələrəm bu yaya, gələrəm, yay ötsə payızda gələrəm. Gələrəm bu yaya, gələrəm, yay ötsə payızda gələrəm. Nigaran qalmışsam bilirəm, gələrəm qaranquş gələndə. Nigaran qalmışsam bilirəm, gələrəm qaranquş gələndə. Bəlkə, bəlkə, bəlkə də. Gelmişsiniz, onunla görüşelim.
Demək istəyirəm ki, dövlət kitabxanasında, ümumiyyətlə bu zalda, dövlət xadimləri ilə, siyasi xadimlərlə, yazıçılarla, mütəxəssislərlə, akademiklərlə, elm xadimləri ilə görüşlər olur. Bugünkü görüşün xüsusi yeri var. Ona görə ki, fikir versəniz, oturanlar kişilərdir, yuxarıda bu ətrafda duranların hamısı qız qadınlardır. Ağarəhim müəllim, sizi də bilirik ki, Ali Qızlar Seminariyasının rektorusunuz. Burada oturan, bura gələnlər, sizlə görüşə gələnlər, qız gəlinlər, analar, nənələr, hamısı sizin, necə deyərlər, bir yazıcı kimi sizi tanıyırlar. Həm də ki, çalışırlar, istəyirlər bir öyrənsinlər ki, necə olub ki, dünyanın bu biraz çətin vaxtında necə eləmişsiniz ki, siz bu kategoriya, bu deyək, qızlar seminariyasını açırsınız. Mən hesab edirəm ki, bu təkcə maliyyə çətinlikləri ilə rastlaşmamışsınız. Həm də görünür sizi həmişə maraqlandıran, həmişə narahat edən bir məsələ olub ki, orada qız gəlinlərimiz, qızlarımızı ayrıca seçmişsiniz. Görünür ki, qızlar üçün xüsusi belə qayğınızın təzahürüdür əlbət. Siz əlbət istəyirsiniz ki, bugünkü qız gəlinlər, sabahki analar, birisi günkü nənələr öz uşaqlarını tərbiyələndirəndə, öz uşaqlarını böyüdəndə sizin pedaqoji fikirlərinizlə bir yerdə, həm də sizin onlara olan qayğınızı görsünlər, onların böyütməsində kömək etsinlər. Bugün həm də ona görə əlamətlərdir ki, qarşımızdan qız-qadın bayramı gəlir. Çox sağ olun ki, belə bir gündə siz gəlmişsiniz və mən hesab edirəm, siz elə-belə gəlməz, siz gəlmişsiniz ki, bizim bayramımızı təbrik edəsiniz və bizə, necə deyim, cavanlara öyüd nəsiyyət, sizlə yaşlılarla həm söhbət, sizdən yaşlılarla da öz qayğılarınızla, gündəlik qayğılarınızla bölüşəcəksiniz. Gəldiyiniz üçün hamınıza bir daha təşəkkürümü bildirirəm və ilk sözü Profesör Nizami müəllimə verirəm, Nizami Məmmədova. Buyurun. Elə xanım, çox sağ olun, mənə söz verdiyiniz üçün belə bir mötəbər tədbirdə çıxış üçün söz demək əlbəttə həm məsuliyyətli, həm də son dərəcə şərəflidir. Mən Ağarəhim Rəhimovun həm həyatını, həm elmi pedaqoji yaradıcılığını, həm də bədii yaradıcılığını dərindən, yaxından izləyən bir adam kimi onun barəsində fikir söyləyə bilərəm. Əvvəl onu deyim ki, Ağarəhim Rəhimovun həyatı çox çətin, lakin şərəfli, son dərəcə Ağarəhim Rəhimov hələ orta məktəbdə işlədiyi illərdə özünün öz sözü ilə, öz səsi ilə, öz dəsti xətti ilə seçilən yoldaşlardan biri olub. Çünki mən bunu ona görə belə bu şəkildə deyirəm ki, Ağarəhim Rəhimovla biz bir məktəbdə, orta məktəbdə çalışmışıq. Onun apardığı dərslər, onun şagirdlər arasında apardığı əxlaqi, mənəvi tərbiyə işləri daim həm məktəbdə, həm rayonda dəfələrlə təqdir edilir. Lakin Ağarəhim Rəhimovun özünün xarakterində bir qədər o ipə sapa yatmamazlıq da hiss olunur o vaxtlar. O da onun həm elmi, həm bədii, həm təfəkkür qabiliyyətindən irəli gəlirdi. Və zaman gəldi, vaxt fırlandı, Ağarəhim Rəhimov gəlib Azərbaycan Elmi Tədqiqat Pedaqogika İnstitutunda dissertant oldu və çox böyük müvəffəqiyyətlə elmlər namizədi dissertasiyasını müdafiə etdi. Sonra orada işləyə-işləyə şöbə müdiri vəzifəsinə qədər qalxdı, yüksəldi və elə oradaca elmlər doktoru dissertasiyasını 92-ci ildə müdafiə etdi və sonra Ağarəhim Rəhimov bizim bugün hamımızın yaxşı tanıdığı, respublikada son dərəcə nüfuzlu ali məktəb kimi tanıdığı
Bakı Ali Pedaqoji Qızlar Seminariyasının təsisçisi və onun qurucusu oldu. Ağarəhim Rəhimov Bakı Ali Pedaqoji Qızlar Seminariyasını təməlini qoyandan bu günə qədər bütün hərəkət və fəaliyyətlərində onu tanıyanların gözündə son dərəcə məsuliyyətli bir şəxs kimi yüksəlir, tanınır. Çünki o müəllimlik nədir, ali məktəb nədir, əsl pedaqoq olmaq nə deməkdir, bütün bu sualları, bu problemləri dərindən bildiyi üçün bugün bax, onun o çox çətin və şərəfli vəzifənin altına girib və onu bugün də özü istədiyi və xalqın istədiyi səviyyədə aparmasına nail ola bilmişdir. Ağarəhim Rəhimov 94-cü ildən başlayaraq artıq elmi yaradıcılığı bir qədər başqa səmtə, daha doğrusu onda bədii ədəbiyyata, bədii yaradıcılığa meyil güclənməyə başlamışdı. Hələ biz onunla söhbət etdikdə o bədiliyin işartıları əvvəldən görünürdü. Lakin 94-cü ildən sonra onda bu sanki bir vulkanik püskürtü səviyyəsinə yüksəldi. Və sonraki illərdə burada oturanların əksəriyyəti bilir ki, Ağarəhim Rəhimov esse janrında, xatirə janrında yazdığı və çox yüksək səviyyədə qarşılanan, deməli, oxucular tərəfindən rəğbətlə tanınan Yaddaşda Yaşar Xatirələr əsərini yazdı. Yaddaşda Yaşar Xatirələr əsəri sanki Ağarəhim Rəhimovun bu yoldakı, bu tutduğu yoldakı müvəffəqiyyətlərini, gələcək müvəffəqiyyətlərinin rəhni oldu. Və odur ki, bundan sonra, bu əsərdən sonra Ağarəhim Rəhimov bir neçə əsərlər yazmağa müvəffəq oldu. Hekayələr silsiləsi yazdı, povestlər yazdı və sonra belə xüsusi bir janra malik olan fəlsəfi etik janrda 3 əsərdən ibarət trilogiya yazdı. Bu bizim gənclərimizin, gənc nəslin gələcək tərbiyəsində və onların gələcək həyat istiqamətlərinin sanki kompasına çevrilən əsərlər idi. Onlar Allahla ünsiyyət, ölüm və ölməzlik və bir də Zəka simfoniyası əsərləri idi ki, bu əsərləri oxuyan hər bir kəs sanki kamilləşir, sanki bütövləşir, paklaşır və gələcəyə ümidlə baxır, ədalət hissini həmişə ürəyində, qəlbində daşımağa çalışır. Ağarəhim Rəhimovun esse janrı yaradıcılığındakı yazdığı əsərlərlə eyni səviyyədə, eyni istiqamətdə onun digər bədii əsərləri meydana çıxdı. Qoşa Qanat romanı Ağarəhim Rəhimovun Qarabağ müharibəsinə, Azərbaycan-Erməni məsələsinə, probleminə həsr olunmuş ən tutarlı, samballı, son illərin, son 10 illiyin ən tutarlı əsərlərindən biri kimi hesab olunmalıdır. Mən əlbəttə burada imkan yoxdur ki, bütün bu əsərlər barədə, onların ideya, məzmunu barədə müfəssəl məlumat verim, amma oxucular mən elə bilirəm ki, məlumatlıdırlar, bilirlər Qoşa Qanat əsərinin ideyası nədir, məzmunu nədir, yazıcı o qoyduğu problemi hansı materialda həll edir və s. Lakin bundan sonra Ağarəhim Rəhimov heç də bununla məsələni bitmiş hesab etmir və yeni bir roman yazır ki, daha fundamental şəkildə Qarabağ konflikti öz çılpaqlığı ilə, bütün tərəfləri ilə o romanda əks olunur. Bu, İkili Dünyam romanıdır. Ağarəhim Rəhimovun bu romanlardan sonra sanki Respublikada, oxucular yanında, ümumiyyətlə, elmi pedaqoji fəaliyyət göstərən adamların yanında onun həm yaradıcı kimi, yazıcı kimi çəkisi artır, ona münasibət dəyişir və bugün biz elə bilirik ki, mən şəxsən belə hesab edirəm, çünki mən Ağarəhim Rəhimovun bədii yaradıcılığını dərindən izləyirəm. O, həqiqətən də böyük nüfuza malik bir yazıcı səviyyəsinə Azərbaycanda yüksələ bilmişdir. Lakin bütün bunlarla da o öz vəzifəsini bitmiş hesab etmir
və 99-cu ilin sonlarında o başqa bir roman çap etdirir. Səfalət romanı fundamental bir romandır, 600 səhvədən ibarətdir. Burada Azərbaycanda 80-ci illərin axırından 90-cı illərin axırına qədər gedən bütün ictimai, siyasi, mənəvi, psixoloji, fəlsəfi, bütün elmi, pedaqoji sarsıntılar, bütün istiqamət hamısı orada öz əksini tapır. Və Ağarəhim Rəhimov bugün də yazmaqdadır, yaratmaqdadır. Lakin bütün bunlarla belə Ağarəhim Rəhimovun kino ssenarist kimi də fəaliyyəti son dərəcə güclüdür ki, mən elə bilirəm ki, onun o kino ssenariləri barədə həm Canavar Balası, həm Qırmızı Qar kinofilmi barədə burada yoldaşlar məlumat verəcəklər. Bununla belə onu demək istəyirəm ki, Ağarəhim Rəhimov çox böyük və şərəfli yaradıcılıq yolunun astanasındadır. O, çox böyük vüsətlə və güclə həmin bu pillələri, pilləkənləri qalxa bilir. Mən ona gələcək yaradıcılığında, bədii yaradıcılığında, ədəbi yaradıcılığında uğurlar diləyirəm. Və bununla belə, Leyla xanım, mən sizə öz təşəkkürümü də bildirirəm öz yanımdan ki, Axundov adına Milli Azərbaycan Respublika kitabxanası vaxt tapıb, onun rəhbərliyi vaxt tapıb, imkan tapıb, belə son dərəcə orijinal, son dərəcə maraqlı bir yazıcı ilə oxucuların və öz kollektivinizin görüşünü təşkil etmişiz. İndi də Tofiq müəllimi dinləyək. Bakı Dövlət Universitetinin professoru Tofiq Hüseyin. Əziz kitabxanaçılar, əziz dostlar, biz müqəddəs məbədə toplaşmışıq. Kitabxana mənim üçün həmişə müqəddəs məbəd olur. Orada işləyənlərin işi də müqəddəsliyə xidmət etmək olur. Mədəni dünya formalaşmağa başlayandan kitabxanaya və kitabxanaçılara belə baxılır. Hələ 1069-cu ildə Bağdadda dünyanın böyük universitetlərindən biri açılanda, Nizamiya Universitet deyirlər bunu, Nizami Mülkün adı ilə. Ora dünyanın, yəni şərqin ən böyük alimini, oranın kitabxanasını şərqin ən böyük aliminə, bizim həm yerimiz Xətib Təbrizəyə tapşırıblar. Kitabxana ilə əlaqədar bir söz də deyim, Viktor Hugo Voltaire'i göstərib və belə deyir. Dünyada bu zəkanı almağa para çatışmaz. Əli Əmiri adında Türkiyə Milli Kitabxanası var. Bu kitabxananı da, bu kitabxananın tədqiqatçısı olan alimlərdən biri göstərib deyir. Bu kitabxananı da almağa bir para tapılmaz. Mənim aləmimdə toplandığımız bu işıq məbədi olan kitabxana bizim ən dəyərli sərvətimizdir. Və burada işləyənlər də bizim ən dəyərli adamlarımızdır. Yenə bir misalını demək istəyirəm. Ona görə demək belə deyirəm ki, biz kitab adamlarıyıq və kitab yazanın başına, işığına toplaşmışıq. Sözlərimizin hamısı şübhəsiz ki, yazıcı Ağarəhimin yaradıcılığı ilə, yazıcı Ağarəhimin fəaliyyəti ilə bağlıdır. Bunu da demək istəyirəm ki, belə bir işıq məbədi olan, işıq mənbəyi olan kitabxanada həm də bir müqəddəslik var. Deyirlər ki, belə bir müqəddəs hədis var. Məhəmməd Peyğəmbər Cəbrail ilə Meyraca gedəndə göyün 9-cu qatında 39 otağı keçirlər, açıqdır bunların hamısının qapısı. 40-cı otağa çatanda görürlər ki, qapı bağlıdır. Məhəmməd Peyğəmbər soruşur, qardaşım Cəbrail, görünür Allahın ən qiymətli xəzinəsi bu otaqdadır. Deyir, bəli, o otağın bir açarı var. O da yazanların, şairlərin, yazıçıların dilidir. Ağarəhim müəllim kitablarında belə bir dil var. O, bağlı qapılara düşə bilən bir açardır. Və yaxud qapalı dünyaya adamları istiqamətləndirə bilən bir açardır. Bütün kitabları yazanların belə bir qüdrəti var. Bu qüdrətdən Allah bizi uzaq eləməsin. Yəni, demək istəyirəm ki, sizin gördüyünüz işlər böyük işlərdir. Bugünkü iclasımız da, bugünkü yığıncağımız da elə böyük bir işlərdən biridir. Bizim üçün, bütün Türk dünyası üçün çox dəyərli bir kitab var. Kutatku Bilik kitabı. Bu, Türk Şahnaməsi adlanır. Onun müqəddiməsində belə bir söz var. Bu kitab çox əziz kitabdır və davam edir. Bu kitabı oxuyub başqasına da oxudan daha əziz adamlardır. Siz hamınız bizim üçün belə əziz adamlarsınız ki, belə bir yaradıcılığı işıqla dolu bir yazıçının ətrafına toplamısınız
Və belə baxırıq, görürük ki, burada Ağarəhmənin kitablarının hələ çoxu yoxdur. Mən biləsi onun 44 elmi, pedaqoji və metodiki kitabı var. Bundan başqa 20-yə qədər bədii, ədəbi bədii əsəri var. Bu məhsuldarlıqda, bugünkü gündə bizdə ikinci bir yazıcı yoxdur. Yazıcı nə zaman qələmə sarılır, nə zaman çox yazır, o zaman ki, yazıcının sözə inamı artıq olur. Amma deyim ki, heç də sözə inam həmişə artıq olur. Məsələn, müqəddəs İncildə mən Ağarəhmənin son kitabının redaktoruyam, ona da ön söz yazmışam. Orada da bu fikirlərimi ifadə etməyə çalışmışam ki, sözə verilən qiymət və yaxud sözün dəyəri heç də hər vaxt lazım olduğu qədər deyək ki, qiymətləndirilmir. Məsələn, elə vaxtlar olur ki, xüsusilə dünyanın qayğısı artıq olanda ikinci, zənginliyin sıxıntısı, yəni qeyd-keşiliyi olmayanda, zənginliyin qeyd-keşiliyi olmayanda sözə qiymət azalır və insanlar sözə qəribə baxırlar. Hətta bu günlərdə mən mətbuatda bir neçə yazı oxumuşam, indi sözü çürütməkdən, sözün çürükülüyündən də yazmaya başlayırlar ki, sözü tutardan salmaq halları var. Pis yaza-yaza, düz yazmaya-yazmaya, əyri yaza-yaza və yaxud sözü hədəfə vurmaya-vurmaya sözü çürütmək olar. Amma bununla yanaşı, sözü çətin anlarda onun qiymətini, qədrini yüksəltməyə çalışan adamlar da var. Bunlar yenə yazıçılardır. O yazıçılardır ki, onlar Allahın ən böyük xəzinəsinin deyək ki, açarı olan dillərini işə salırlar, sözlərini işə salırlar. Belə qiymətli iş görənlərdən biri də Ağarəhməlidir. Ağarəhməli mövzu üçün darıxmır və yaxud adamı da darıxdırmır. Onun böyük bir elmi potensiyalı var, böyük təcrübəsi var, axtarışları var. Ona görə onun hansı kitabına əl atırsansa, burada yeni bir mövzuya rast gəlirsən və yaxud o mövzuda yazılmış kitabların bir neçəsinin adını mənim dostum Rəhişdor Nizami Məmmədov saydı. Və Ağarəhmənin kitablarının mövzu dairəsinin, problem dairəsinin bu qədər genişliyi, yəni deyirəm, onun dərin həyati biliyi, elmi, pedaqoji biliyi, həm də intellektual potensiyalıdır. Və bu günlər indi bizdə belə söhbətlər gedir ki, biz ermənilərin qarşısında acizik, dünyada erməniləri çox tanıyırlar, bizi az tanıyırlar. Bunun günahkarı kimdir? Niyə belə olur ki, erməniləri dünyada, ermənilər bizdən 10 dəfə azdır, biz ermənilərdən ən azı 10 dəfə çoxuq. Amma niyə hər yerdə erməniləri tanıyırlar, bizi tanımırlar? Və bu sualın ətrafında düşünməyin vaxtıdır, həm də kişilər ağlamaz. Çətinlikdən, şəraitdən çıxış yolu axtarmağı tapmalıdır, onda kişiliklərini sübut edə bilirlər. 1919-cu ildə Çəmənzəminli xarici siyasətimiz adında silsilə məqalələr yazırdı. O silsilə məqalələrinin birində belə bir fikir ifadə edilirdi. Birinci, millət özünü dünyaya tanıtmaq üçün bağırmalıdır. Bağırmaqda ən böyük üstə dünya xalqları içərisində öz dərdi ilə əlaqədar bağırmalıdır. Bağırmaqda dünya xalqları içərisində ən böyük, deyək ki, gücə malik olan, istidə malik olan xalq ermənilərdir. Ermənilərin harada birinin bir balaca barmağı qanıyırsa, bütün dünya bilir ki, ermənilərin birinin barmağı qanadır. Demək, biz ümumi dünyada əfkar ümumiyyət oyatmalıyıq, yəni ictimai rəy oyatmalıyıq. Dünyada özümüz haqqında rəyi formalaşdırmalıyıq. Bunun mənə elə gəlir ki, yox, elə bizim qələm sahiblərinin hamısı sözə inanan, böyük qüdrətlə sözə tapınan, bugün Qarabağ haqqında ən çox yazan yazıcımız Ağarəhməlimin fəaliyyətini nəzərə tutub, nəzərə deyirəm. Mənə elə gəlir ki, bu sualın cavabını Yusuf Əziz Çəmənzəminli o vaxtlar düz veribdir. O belə deyir, 1919-cu il avqust ayına qədər dünyada ermənilər erməni məsələsinə dair 900 kitab buraxıblar. Biz o vaxtdan bura qədər heç 90 kitab da buraxmamışıq. İndi təsəvvür edin, 70 ildə, 80 ildə ermənilər erməni məsələsinə dair dünyada nə qədər kitab buraxıblar. Və indi bu saat bizim dərdlərimizin, qayğılarımızın ən ağır vaxtlarında Qarabağ məsələsi ilə, Erməni-Azərbaycan məsələsi ilə ən çox yazan tək Ağarəhməlidir. Bir də hərdən bir Sabir müəllimin yazılarına rast gəldim, Sabir Əhmədlinin. Və buna görə də Ağarəhməlinin yaradıcılığına böyük qiymət vermək lazımdır. Onun yaradıcılığını çox böyük, deyək ki, genişlikdə təbliğ eləmək lazımdır. Bu təbliğat işində hamıdan güclü bizim bu kitabxananın özüdür, hamıdan güclü kitabxanamızın işidir, gücüdür. Hər yazıcı sözə bağlıdır, sözlə yaşayır və yazıcı söz bir növ ömrünü əridir. Və bütün bu bir şəfəqə çevrilir, bir işığa çevrilir. Və bu işıq millətin təkcə bu gününə yox, bugünkü nəslinə yox, millətin gələcəyinə lazımdır. Ağarəhməlinin o söz, deyək ki, qurduğu, yaratdığı mənəvi, işıqlı dünya ilə oxucularınızı siz tanış edəcəksiniz.
onda göreceksiniz ki burada Ağarəhim müəllim bir şey axtarır. O da insan həqiqətidir. Dünyada ümumiyyətlə ən böyük həqiqət insan həqiqətidir. Və bundan sonra zaman həqiqəti gəlir, dövr həqiqəti gəlir. Hələ Füzulinin sözü budur. Füzuli deyir ki, dünya sədəfində insandan qiymətli gövhər və insanda da sözdən qiymətli gövhər görmədim. Sözə bu qədər, yəni bu dar mağamda, yəni bu deyək ki, qayğılarımızın artıq olduğu bir zamanda müəyyən bir qrupun zənginliyinin adamları deyək ki, sıxdığı bir vaxtda kitaba bir çoxunun etinasız yanaşmağa başladığı, bir çoxunun oxumağa, barmaq arası baxmağa başladığı, əsl kitablara etinasız yanaşdığı bir vaxtda sözə böyük hünərlə, böyük qüdrətlə və böyük məhəbbətlə yanaşıb, sözə inanıb, sözlə adamların ürəyində işıq yandırmağa çalışmaq, bu əsl qəhrəmanlıqdır. Ümumiyyətlə, yazıçılıq qəhrəmanlıqdır. Bu sözü Səməd Rum deyildi. Və bundan sonra onların yazılarında da var, şairlik hünərdir. Və belə bir zamanda yazıçılığı, qəhrəmanlığı yazıçılıqla həyata keçirməyin özü müasirlər üçün lazımdır, gələcək üçün lazımdır deyirəm mən. Bütün bunlara görə Ağarəhim müəllimə çox sağ ol deyirəm ki, siz bizim balalarımızı işıqla, yaradıcılığınızın işığı ilə ruhlandırırsınız, onların yolunu aydınlaşdırırsınız. Həmçinin Ağarəhim müəllim fəaliyyətinin, onun ədəbi yaradıcılığı haqqında mən 2 dəfə söz açmışam. Biri də onun son kitabına yazdığım ön sözüdür. İnşallah bunları yəqin ki, oxumuşsunuz və oxuyacaq son kitabı hələ sizə gəlib çıxmayıbdır. Ancaq mən onu göstərmək istəyirəm sizə, yəqin verməmişdir. İkinci nüsxədir, Əskər anası. Bu Əskər anası, Əskər atası bu kitabda da göstərirəm. Çox yerdə və çox halda işlənmiş mövzudur. Amma bu kitabı oxuyanda görəcəksiniz ki, burada yaradılmış Əskər anası bizim Qarabağda həlak olan şəhidlərimizin, oğullarımızın canını, qanını Qarabağ uğrunda müharibəyə və mübarizəyə həsr etmiş oğullarımızın analarının ümumiləşdirmiş bir obrazıdır. Həm də bu ümumiləşdirmə o həddə qədər gətirilib çıxarılır ki, elə bil ki, Əskər anasının yerində Azərbaycanın özü dayanır. Ümumiyyətlə, demək istəyirəm ki, Ağarəhim müəllimin həm povestlərində, hekayələrində, romanlarında, həm də onun kino ssenarilərində, deyək ki, piyeslərində çox böyük bir genişlik var. Bu genişlik məna genişliyidir. Sözün, deyək ki, işığının gücü nəticəsində aydınlaşdırılmış dünyadır. Belə bir dünya ilə oxucularımızı, balalarımızı tanış eləmək üçün sizə güc və ilham arzulayıram. Ağarəhim müəllimə də həmçinin. Axırda sözün haqqında bir söz də demək istəyirəm. Bir məşhur türk şairi var. Məhəmməd Akif Ərsul. O, Türkiyə dövlətin, Türkiyə Respublikasının himnin müəllifidir. Onun maraqlı bir sözü var ki, hər yaxşı əsərin 10% ilham, 90% tərdir. Ağarəhim müəllimin əsərlərinin isə mənim xoşuma gələn cəhət oldu ki, bu əsərlərin 10% yox, 50% ilham, 50% isə tərdir. Niyə belə deyirəm? Ağarəhim müəllim həmişə yazıcıdır, həmişə şairdir. 2 nəfər oturub söhbət eləyəndə də. Ayaqüstü elə dünən söhbət oldu. Ayaqüstü danışanda da görürsən ki, Ağarəhim müəllimin yazıçılığı adamları öz ardınca aparır və bizdə belə qələm sahibləri olubdur. Məsələn, Mikail Müşfiq deyirlər ki, hər dostlarının, tanışlarının birinə rast gələndə əlini cibinə atarmış ki, bugün bir şeir yazmışam. Oxuyarmış, şeiri yaxşı və ya pis deyə qarşılayan adama deyərmiş ki, dayan, indi bir şeirdə yazmışam bu gecə. İkinci şeir. Beləliklə bir gündə 3 şeir yazılarmış. Və Səməd Rum müharibə illərində gəzdiləsəniz o şeirlərin yazılma tarixini görərsiniz ki, hər gün bir şeir yazarmış. Bütün bu şeirlərin hamısı da cəbhədə olanlara və arxada olanlara bir dayaq imiş. Ağarəhim müəllim hər gün işləyən bir yazıçıdır və hər gün işləyən bir alimdir. O, bu məhsuldarlıqda, bu intensivlikdə işini davam etdirmək üçün Allah ona böyük güc və çox möhkəm və sağlamlıq versin. Bugün Ağarəhim müəllim özündən elə adamları gətirib ki, inandırıram sizi, sizin hər birinizlə ayrılıqla görüş keçirmək arzusunda idi kitabxanaçılar. Böyük məmnuniyyətlə Məraim müəllim sözü sizə verirəm. Hesab edirəm ki, Azərbaycanda elə bir adam, elə bir oxucu, elə bir adam yoxdur ki, sizlə görüşməyi arzulamayaydı. Məraim Fərzəli bəy. Bu günləri doğrudan da çox xoş bir gündür. Respublikanın çox nüfuzlu bir kitabxanasında Azərbaycan millətinin mənəvi dünyasında, hikmət dünyasında bu günləri görüşdük. Bu hikmət dünyasında da əlbəttə çox gözəl insanlar işləyir. Mənə elə gəlir ki, bu dünyanı bizim oxuculara çatdıran gözəl xanımlarımız işləyir. Və bu günləri də bizim çox gözəl
maraqlı, çox görkəmli. Mən artıq onu ürəklə deyirəm. Bu mənim subyektiv bir fikrim deyil. Ad nədir? Bu mənim çox belə inandığım bir fikir ki, gözəl bir yazıcı ilə artıq məni üçün ikincidir pedaqoqluğu. Amma mənim üçün gözəl bir yazıcı ilə bu məbəddə görüşdür. Əlbəttə, biz mənə elə gəlir ki, kitabxananın işçiləri də və başda Leyla xanım olmaqla biz hamımız əlbəttə çox istəyərdik ki, qalan bu gözəl vaxtda Ağarəym müəllimi dinləyək, yəni ona suallar verilsin, Ağarəym müəllim cavab versin bunlara. Çünki Ağarəym müəllim maraqlı şəxsiyyətdir və kitabxana üçün də bu şəxsiyyətə qulaq asmaq çox dəyərlidir. Lakin burada biz istərdik, Ağarəym müəllimin həmkarları bunun barəsində dedilər. Mən də istəyərdim bir neçə kəlmə ürək sözlərimi deyim. Ağarəym müəllimin mən bir yazıcı kimi 2 senarisinə deməli quruluş vermişəm. Bunlar bukvalna 2 gün bundan qabaq siz ANS şirkətində baxdınız. Canavar balası və Qırmızı qar. Bir gündə Ağarəym müəllimin 2 filmi. Bu bilirsiniz, bu həm Ağarəym müəllimin yazıcılığına, filmlərinə, onun əsərlərinin ideya tutumuna görə çox nüfuzlu bilirsiniz teleşirkətdir. ANS 2 filmini bir gündə göstərdi. Və bu bizim Tofiq müəllimdir, bizim bəlalar o qədər güclüdür ki, lakin nədənsə bu əsas güclü bəladan çox nadir adamlar yazır. Siz bilirsiniz ki, Qarabağ mövzusunda kitab yazmaq bir şeydir. Senari yazıb, ona həyat vermək isə bu bambaşqa bir işdir. Bu 2 qat çətin işdir. Və bu günləri bizim oxuculara nə qədər kitablar dəyərlidirsə, onun təsiri güclüdürsə, bədii filmin, tamaşanın gücü isə bir 10 dəfə bədii əsərdən güclü olur. Ona görə ki, kino, teatr görünən incəsənətdir. Roman isə hiss olunan sənətdir. Hisslərlə onu oxuyur, gözlə oxuyursunuz hisslərlə. Mən bizim bu gözəl böyük yazıçımıza, mən bunu inamla deyirəm. Valla insana oxuduğu əsərləri görə böyük deyə o böyüyür. Nə var ki, bir əsərini götürəsələ təqidi. Bizdə çox, mən bilirəm, bu proseslərdə iştirak eləmişəm. Hərdən bilə-bilə görürsünüz, müəyyən əsərləri görmürlər, çalışırlar şəxsiyyəti görməsinlər. Amma Ağarəym müəllimi nə qədər görməsələr də o elə bir şəxsiyyətdir ki, o görünür, görünəcək və onun yazdığı romanları, mən bir şey qeyd edirəm ki, Ağarəym müəllim öz bədii əsərlərində, hərçənd mən dedim, bu mənim üçün birinci yazıcıdır, sonra pedaqoqdur, lakin mənə elə gəlir ki, Azərbaycanda ilk pedaqoji poemanı artıq Ağarəym müəllim yazıb. Ağarəym müəllimin xatirələrdə yaşayan, yaddaşda yaşayan xatirələr əsəri artıq o pedaqoji poemadır. Sonra isə onun yazdığı bütün romanlarda bu pedaqoji hiss çox güclüdür. Və Tofiq müəllimin sizə göstərdiyi kitab isə Əskər Anası. Bu Ağarəym müəllimin 3-cü kino senarisidir. Və mən burada arzulayıram ki, o əsərin təməli qoyuldu, kiçik təqdimat mərasimi keçdi, çünki kitab siqnallidir və biz çox güman ki, istilər düşəndə yenə də ANS şirkətinin köməyi ilə, onların deməli sifarişi ilə biz 3-cü bu Əskər Anası filmin də ekranlaşdıracağıq və mən arzulayıram ki, bu film də hazır olsun və Ağarəym müəllimlə bir də görüş keçirək kinodramaturq kimi və elə yanbayan mən bütün o kinoların vəziyyətlərindən danışım. Mən elə gəlir ki, Ağarəym müəllimi nə qədər tez biz eşitsək, bir o qədər maraqlı olar. Çox sağ olun. Profesör Əbdül Əlizadə. Atalarımız deyiblər ki, söz vaxtında çəkər. Mart ayı qadınların bayramıdır. Leyla xanım bunu çox yaxşı qeyd elədi.
və cənnət analarımızın ayağının altındadır. Bunlar böyük kənanlardır. Mən belə hesab edirəm ki, Asiman xanım obrazı qadınlarımıza ən yaxşı hədiyyədir. Məsələn, son zamanlar tipik Azərbaycan qadınının mən güman edirəm ki, Asiman xanım kimi obrazını heç kəs yaratmıyor. Mən bu qeydlərimi görkəmli sənətkarımızın çıxışından qabaq yazmışdım. Mən qeyd eləmişəm, mən görməmişəm ki, bir yazıçının bir gündə 2 filmi göstərsinlər. Kim görür? Bunun gücü... Yox, nadir hadisadır. Bunun gücü Ağarayın müəllimin qələminin gücündədir. Mən o əsərlərin birisinə ön söz yazmışam. O ön sözdə bir fikir yazmışdım, ancaq heç kəsin diqqətini cəlb eləmədi Fərhan bəy. Mən orada yazmışdım ki, Almanları Nürnberg məhkəməsində mühakimə elədilər. Hələ erməniləri mühakimə edən yoxdur. Erməniləri biz şeirdə, şairlər mühakimə edir. Nəsirdə Ağarayın müəllim mühakimə edir. İndi bu günlərdə bizim dövlət müşavirimizin çıxışında məlum oldu ki, Xocalı faciəsinə bağlı beynəlxalq məhkəməyə müraciət etmək istəyirlər. Ağarayın müəllim yeni əsərində səfaləti mühakimə edir. Bizim hamımızı narahat edən məsələdir. Məsələn, məni təəccübləndirən nədir? Bütün həyatımızın bütün detalları əsərdə var. Məsələn, Bakının bu işıq problemi əsərdə var. Qadınların mənəvi tərbiyəsi məsələsi, bütün dünya fəsad bundan danışır. Xaricdə olan Azərbaycanlılar bundan danışır. Əsərin diqqət mərkəzindədir. İndi bunun əsərin belə güclü çıxmasının kökü nədədir? Mən güman edirəm ki, Ağarayın müəllimin şəxsiyyətindədir. Ağarayın müəllim müdrik adamdır. Bu müdriklik əsərin hər sətrində hiss olur. Hər adam əsər yazan bədir. Ağarayın müəllim bizim pedaqoji elmimizin karifeylərindən birisidir. Ağarayın müəllimin ana dilinin öyrədilməsi metodikasına aid kitabı ustalıqlı kitabdır. Ağarayın müəllim elmdən bədii ədəbiyyata gəlir. Ancaq xatirələri oxuyanda məlum olur ki, bunun qəlbində, ürəyində bədii ədəbiyyata, ədəbiyyatın toxumu uşaqlıq dövründə əmələ gəlmişdir. Mən güman edirəm ki, ikinci bir mühüm məsələ budur ki, Ağarayın müəllim Yazıçılar İttifaqının layiqli üzvlərindən birisidir. Ağarayın müəllim yazıcıdır, Yazıçılar İttifaqının üzvüdür. Qələmi də çox müqtədirdir. Ağarayın müəllimin təzə əsərində mühüm problemlərdən birisi dilənçilik problemi. Müxtəlif yazıçılar toxunur. Vaxtilə mən bədii ədəbiyyata aid bir beynəlxalq jurnal var çıxırdı. Mən o jurnalda oxumuşdum ki, dünyada bədii ədəbiyyatın 14 mövzusu var. İndi əsərdə bir tərəfdən səfalət dünyası, o biri tərəfdən Asiman xanımın dünyası. Asiman xanımın qızı ilə münasibətləri, Asiman xanımın o qaçqın qıza olan münasibəti, o biri tərəfdən dilənçinin Toliklə söhbətləri, Fadilin çıxartdığı hoqqalar, mənim sənətim Leyla xanım, psixologiya. Mən burada böyük psixoloji ustalar görürüm. Özdə bədii ədəbiyyata hər şeyi uydurmaq olar. Bu Tolstoyun sözüdür, psixologiyanı uydurmaq olmaz. Ağarayın müəllim bunları elə təsvir edir. Bax, vicdanıma mən heyrətlə danışıram. Özü əsər çox planlı əsərdir. Nə qədər şey var? Mən fikirləşirəm, bu kampaniya bu necə qurdu? Bu ən ciddi problemlərdən birisidir. Üstəgəl, Ağarayın müəllimin bu əsərində bizim bugünkü pedaqoji elmimizin vəziyyəti təsvir, əksini tapır. Azərbaycan pedaqoji elmində əmələ gələn səfalətin kökləri də bu əsərdə açıqlanır. Mən güman edirəm ki, bu Ağarayın müəllim böyük maharətidir. Əsərdə güclü xarakter var. Asiman xanım bitkin Azərbaycanlı qadının, tipik Azərbaycanlı qadının xarakteri. Elm adamıdır, gözəl anadır, insanlara qayğı ilə yanaşır. Və mən güman edirəm ki, Almazdan sonra, Sevildən sonra bizim böyük yazıçımız İlyas Əfəndiyevin qadın obrazlarından sonra bu qızlarımız üçün ən yaxşı hədiyyə bu Asiman xanım obrazıdır. Məni heyrətləndirən ikinci bir məsələ nədir? Ağarayın müəllimin zəngin dili varmış. Leyla xanım,
Mən Azərbaycan dilini mükəmməl bilirəm. Özü bu qələmi istədiyim kimi oynada bilirəm. Ancaq orada mən elə sözlər görürəm, mən o sözləri bilmirəm. Mən o gün Ağarayın müəllimə dedim ki, bəlkə bunu biz bir tələbəyə, bir aspiranta tapşıraq, bu əsərdəki sözləri bir təhlil edəcək. Özdə hərənin öz dilini tapır, dilənçi əri ilə öz dilində danışır. Asimən xanım elmi dildə danışır. Asimən xanım hətta qızına münasibəti də alim münasibəti deyil. Bəzən hiss edirsən ki, qızı ilə də elə elm şəklində danışır. Bədii ədəbiyyatın gücü nədir? Bədii ədəbiyyatın odur ki, obrazın dili fərdiləşdirilsin. Ağarayın müəllimin bu əsərində mən bu cəhəti bütün aydınlığına görürəm. Ağarayın müəllimin yaradıcılığını izləyən adamlardan biri mənəm. Dostumun, qardaşımın bu uğurlarına ürəkdən sevinirəm. Mən Ağarayın müəllimə daha böyük uğurlar arzu edirəm. Mənə elə gəlir ki, Ağarayın müəllim artıq bizim Respublikanın görkəmli yazıçılarından birisidir və onun yeni əsərləri ilə biz yaxın gələcəkdə tanış olacaq. Ağarayın müəllim, sizə can sağlığı arzu edirəm, uğur arzu edirəm. Ağarayın müəllim, orada o göyçək qadınlar durub qızqa. Onlar hamısı bizim kitabxananın işçiləridir. Onlar təkcə kitabxanaçı deyil, onların arasında jurnalist də var, alim də var, şairə də var. İndi bizim kollektivin adından Fəridə xanım bir neçə kəlmə desin sizin üçün. Fəridə xanım şairədir. Buyurun Fəridə xanım. İnanın ki, çox sevinmişəm, çünki mən sizin əsərlərinizi duya-duya, sevə-sevə, böyük maraqla oxuyuram, həqiqətən. Bax, indi hal-hazırda Səfalət oxuyuram. İnanın, Leyla xanım, tələsirəm evə getməyə ki, gedim baxmayaraq ki, siz özünüz bilirsiniz ki, mənim problemlərim çoxdur, işim çoxdur, amma yenə də hər gün istəyirəm o Səfalət romanı ilə nətər görüşəm, o qəhrəmanlarla, personajlarla bir yerdə olum. Məsələn, bayaq hörmətli professorumuz qeyd elədi Asiman xanımı. Mən o kitabı yardan ötmüşəm və 1000 dəfələrlə fikirləşmişəm ki, kaş bütün qadınlarımız Asiman xanım kimi olurdu. Nə qədər gözəl, nə qədər alicənab, o dilbərə olan münasibəti, mən ləzzət alıram, tərbiyələnirəm, nurlaşıram Quran haqqı o əsərlərdən. Ona görə də Ağarəhim müəllim həqiqi mənada böyük yazıçıdır. Və yaxud da Allahla ünsiyyət, Zəka simfoniyası, elə bil ki, bir anlıq sən həqiqətən də Allaha yaxınlaşırsan, o da təmizləşirsən. Mən çıxış, bu çıxış deyil, bu mənim səmimi, o qəlbimin sözüdür. Yəni biz hamımız, mənim bütün bu oxuculara məsləhətim odur ki, bugündən başlasınlar Ağarəhim müəllimin əsərlərini oxusunlar. Bu bir, necə deyim, tərbiyə məktəbidir. Hər bir əsəri, o ikili dünyanı mən oxuyanda böyük həyəcanla oxumuşam. Deyimlər, duyumlar, tərbiyələnirsən bunların hamısından. Yəni o böyük şeydir. Elə əsərlər var ki, onu oxuyanda, mənim yadımdadır, mən lap cavan vaxtında Jane Eyre oxuyanda mən çalışırdım ki, həmən o qız oxşuyum. Onun xasiyyətlərini götürüm. Və yaxud da o Consuelo'nu oxuyum. Bu elə bağlayır, bu əsərlər adama özünü elə bağlayır. Yəni mən sizlə fəxr edirəm, xoş gəlmişsiniz bir də deyirəm, icazə versəz balaca bir şeirimi də oxuyarım. Mən nələr oxudum, mən nələr duydum, elə bil içimdən yandım, soyuldum, könlüm oyum yaman oyuldu, dünyaya üst tutub qəmə dolandım. Başının üstündə Tanrımın əli, sən asi deyilsən Tanrıma bəli, dünənin, bugünün, sözün, əməlin, kövrək xatirələr yadda qalandı. Haqqın dərgahına üz tutan da sən, balığı dəryaya tez atan da sən, gecəni gündüzə hey qatan da sən, səni hifz eləyən Allah Taalandır. İllərlə ayırdın xeyri şərdən, qorudun adını ləkədən, şərdən, özüm də bilmirəm, çaşıram hərdən. Bu dünya doğrumu, yoxsa yalandır? Sənə dost deyəcəm, qardaş deyəcəm, Tanrımın övladı, yoldaş deyəcəm, haqqımı zindanda özüm deyəcəm, döyəcəm. Zaman da korşalıb, talan talandır.
Elə hamısı bir söz açın. Mən poeziya dərnəyi aparıram. Həmən seminariyada və inanın çox sevinirəm. Əmrullah Paşayeva professora söz verək, ondan sonra da Ağarəhim müəllimə. Mən də öz tərəfimdən kitabxananın rəhbərliyinə, şəxsən sizə, onun kollektivinə minnətdarlığımı bildirirəm ki, bizim dostumuz, həmkarımız Ağarəhim müəllimin yaradıcılığına diqqət göstərib bu görüşü təşkil eləmişsiniz. Mən belə hesab edirəm ki, burada oturanların hamısının yaddaşında uzun illər bu xatirələr yaşayacaq və onlar Ağarəhim müəllimin simasında, şəxsində özlərinin ədəbiyyatımıza gələn, xüsusilə 20-ci əsrin sonlarında ədəbiyyatımıza gələn çox istedadlı bir yazısı ilə tanış oldular. Ağarəhim müəllimin ümumiyyətlə ədəbiyyatımıza gətirdiyi problemlər çoxdur. O problemləri sadalamalı olsaq, yəqin ki, böyük bir siyahı təşkil edər. Amma mən istərdim ki, o problemlər içərisində bir neçəsini çəkəm. Birinci növbədə Ağarəhim müəllimi əxlaq problemləri maraqlandırır. Ağarəhim müəllimi təhsil tərbiyə problemləri maraqlandırır. Ağarəhim müəllimi cəmiyyətimizdə mənəvi əxlaqi dəyərlərin devalvasiyası maraqlandırır və bu prosesin qarşısını almaq istiqamətində görüləcək işlərin perspektivləri maraqlandırır. Bu, əlbəttə, hər bir yazıcıdan, hər bir pedaqoqdan əslində tələb olunan bir şeydir. Çünki onların yazdıqları əsərlər adamlar üçün yazılır, cəmiyyətin üzvləri üçün yazılır. Onları əyləndirmək məqsədi ilə təkcə yox, eyni zamanda onları tərbiyə etmək məqsədi ilə yazılır. Tarixi aspektə baxanda bu əsərlərə onların elə bir leytmotiv kimi onların içərisindən qırmızı bir xətlə keçir. O tarixi yaşayan görkəmli şəxsiyyətləri maraqlandıran məsələlər Ağarəhim müəllimdə maraqlandır. Hər bir şəxsiyyət, hər bir yazıcı öz dövrünün problemlərini qələmə almaqla eyni zamanda o öz münasibətini bildirir həmin problemlərə. Ağarəhim müəllimdə o tərbiyə problemlərinə diqqət, müasir gəncliyin formalaşmasına, hazırlanmasına həyata olan münasibət elə qabarıq şəkildə göstərilir ki, o istər-istəməz təhsil sistemində, tərbiyə sistemində müəyyən yeniləşmənin zəruri olduğunu bizə bəyan edir. Məsələn, yazıcı bizim hörmətli Əbdül müəllim dedi, elmə münasibətini bildirir, tərbiyə sisteminə münasibətini bildirir. Və əslində yazıcının etirazıdır. Əslində yazıcının, mən deyərdim ki, qiyamıdır mövcud vəziyyətə qarşı. Tarixən də belə olur. Mən əgər 17-ci əsrdən başlayaraq biz belə bir fikrən gözümüzün qarşısına gətirsək, klassikləri Jean-Jacques Rousseau-da etirazını bildirib mövcud tərbiyə sisteminə qarşı, François Rabelais-də bildirib öz etirazını dövrün zəmanəsinin tərbiyə sisteminə, təhsil sisteminə qarşı, şəxsiyyətə münasibətinə qarşı. Amma ondan sonra da bütün 19-cu əsrdə Azərbaycan ədəbiyyatında da, Rus ədəbiyyatında da, Avropa pedaqoji fikrində, Rus pedaqoji fikrində, Azərbaycan pedaqoji fikrində biz bu qiyamları, bu etirazları, bu protestləri görmüşük. Və tarixin qəribəliyi burasından ki, hər sonda gələn yazıçılar nəsli özlərinin sələflərinin qoyub getdiyi o ideyaları bir növ yenidən canlandırırlar. Onlara yeni dövrün zəmanəsinin prizmasından baxırlar və öz münasibətləri bildirlər. Və qəribə burasında ki, o qüsurlar, o nöqsanlar həmişə mövcud olmuşdur. Əvvəllər də olmuşdur, indi də olmuşdur. Amma bu problem arxi-aktual problem olaraq qalmaqdadır. Və Ağarəhim müəllimin yaradıcılığının ən böyük məziyyətlərindən biri budur ki, yəni bu zəmanəsinin bizim hazırki dövrümüzün bütün incəliklərini duymaqla o
rezalətlərin, o eybəcərliklərin köklərini açmaqla onları aradan qaldırmaq üçün elə bir bizi səfərbər etməyə çağırır. Əsərlərin səfərbər edici gücü, bizi mütəşəkkilliyə çağıran gücü məhz bundadır. Bu bizi, bir növ əsərlər bizi ətalətdən, inersiyadan yaxa qutarmağa, bizi hərəkətə gəlməyə, bizi mübarizəyə səsləyir. Və bununla bərabər bizdə olan o mütilik deyək, əsərlərində həmişə mübarizə, o bizi mütilikdən əl çəkməyə, tabiçilikdən əl çəkməyə, öz hüquqlarımızı, istək və arzularımızı həyata keçirmək üçün mübarizəyə çağırmaqla bir növ bizi daxili aləmimizi, baxışlarımızı, dünya görüşümüzü formalaşdırır. Mən deyərdim ki, cilalamaq funksiyasını yerinə edir. Və əsərlərin katarsis gücü də məhz bundadır. Çünki o katarsis gücü olmayan əsərlərdə, burada söyleyen yoldaşlar hamısı ətrafı danışdılar. Asiman xanımın və əvvəlki əsərlərindəki digər qəhrəmanlarında böyükliyi ondadır ki, onlar mövcud vəziyyətlə razılaşmırlar. O vəziyyəti dəyişmək üçün səy göstərirlər, təşəbbüs göstərirlər və gələcək nəsillərimizi də tərbiyə etməklə beləliklə bizim cəmiyyətimizdə, bizim həyatımızda mövcud olan qüsurların aradan qaldırılmasına layiq ola biləcək, o sayədə künük vura biləcək adamların formalaşmasına xidmət edir. Yazıçının böyüklüyü də elə bundadır. O bugün öz vətəndaşlarının, öz xalqının, gənc nəslinin tərbiyəsində, yenidən tərbiyəsində məşğul olmaqla məşğul olur. Leyla xanım, bir məsələndə mən qeyd etmək istərdim ki, Ağarəhim müəllim yazıcı deyil, elə əvvəldən o pedaqoq olub və onun əsərlərindəki o pedaqoji aspekt, baxmayaraq ki, bədii əsərlər, o qədər güclüdür ki, elə hər bir oxucu oxuyanda deyəcək, elə bu pedaqoqdur. Çünki çox yazıçılar var, kimlər ki, pedaqoji fəaliyyətlə məşğul olmayıblar, onun nəzəriyyəsi ilə və praktikası ilə məşğul olmayıblar, onlarda o açıq-aşkar özünü göstərmir. Amma Ağarəhim müəllimin əsərlərində bu özünü açıq-aşkar göstərir. Və təsadüfi deyil ki, sizin o böyük hörmətlə qeyd etdiyiniz və xüsusilə nəzərə çatdırdığınız Bakı Ali Pedaqoji Qızlar Seminariyasının proqramında o gələcək gəlinlərimizin, gələcək analarımızın, gələcək nənələrimizin müasir dövrdə hazırlanması problemi ən aktual problemlərdən biridir. Və təsisçi o məqsədi qarşıya qoyur. Gələcəyin analarına öyrədilməsi bu deməkdir ki, gələcək nəslin, gələcək balalarımızın müasir ədəb qaydaları ruhunda, yəni müasir deyəndə biraz yaxşı çıxmır, yəni artıq bəşəri ədəb qaydaları ruhunda tərbiyəsinə böyük diqqət edilir. Bu da yenə kütləmiz, ümumiyyətlə xalqımızın gələcəkdə mədəni səviyyəsinin yüksəldilməsinə böyük xidmət göstərəcəkdir. Ağarəhim müəllim, özüm və gözümüzün bizim işığı deyək, Müjdə Gəlinin sözlərini mən həmişə işlədirəm. Sizin orada sərgiyə qoymuş əsərlərinizin hamısını biz bilirik və gözümüzün qabağında demək olar ki, siz yazmışsınız. Onların müzakirəsində biz keçirmişik. Və mən əminəm ki, bu yaxın illərdə, çox da uzatmıram müddəti, biz o hadisənin şahid olacaq və sizi bir daha təbrik edəcəyik, sizə yeni yaradıcı uğurları arzulayacaq. Buyurun, Ağarəhim müəllim, sizi dinləyək. Hörmətli xanımlar və cənablar, sizin nəzərinizə çatdırım ki, bugün sizinlə mənim görüşüm, mənim həyatımın ən unudulmaz səhifələrindən biri olacaq. Mən bunun üçün sizin kitabxananın rəhbərliyinə şəxsən
Leyla xanıma, sizin hamınıza dərin təşəkkürümü bildirirəm. Açığını deyim ki, burada sizinlə görüşmək, sizin sözünüzü eşitmək, sizinlə bir zalda eyni hisslər altında yaşamaq mənim üçün də çox əzizdir, çox qiymətlidir və mən bunu bütün görüşlərimin zirvəsi hesab edirəm. Bunun üçün sizin hamınıza yenə deyirəm, təşəkkürümü bildirirəm. Artıq sizin bu həftə qarşıdan bayramınız gəlir. Mən icazə verin, sizin bu bayramınızı da təbrik edeyim. Məhəmməd Əleyhisselam deyir ki, cənnət anaların ayaqları altındadır. Balzac deyir ki, millətin gələcəyi analardan asılıdır. Mənsə deyirəm, ana ruhunda Allah Taala'nın nuru cilvələnər. Mən güman edirəm ki, hər bir yazıçının, ziyalının, hər bir ləyaqətli Azərbaycan oğlunun bir ümdə istəyi olmalıdır ki, o da hər bir Azərbaycan qadınını özü üçün ana, bacı, qız hesab edəsin. Buna görə də mən sizin hamınızı bu qəbildən alqışlayıram, hamınıza çox sağ ol deyirəm, hamınıza can sağlığı arzulayıram. Bayaq Leyla xanım dedi, Qızlar Məktəbinin açmaqda məqsəd nədir? Əvvəla və əsrin sonunda bu məsələyə necə qayıtmısınız? Açığını deyim ki, mənim qadınlara, Azərbaycan qızlarına olan münasibətim bayaq qeyd elədiyim kimi anama, bacıma, qızıma olan münasibət. Mən bu baxımdan da Azərbaycan millətinin özünə məxsus xüsusiyyətlərini, özünə məxsus cəhətlərini, bəlkə də bir pedaqoqluğundan rəli gəlir. Haradasa bəlkə də yazıçı ruhundan rəli gəlir. Onların taleyini görmüşəm və bu baxımdan da Azərbaycan qızlarının, gənc Azərbaycan qızlarının intellektual səviyyəsinin qaldırılması, onların pedaqoji kadr kimi onlarda hazırlanması və gələcək ləyaqətli, şərəfli, namuslu, övlad yetişdirəcək anaların hazırlanması məsələsi məni düşündürür. Bax, bu baxımdan da biz belə bir məktəbin Respublikada ilk təşəbbüs olaraq açılmasını lazım bildik və bu sahədə də təşəbbüs göstərdik. Mən bəlkə də bu mənim hünərimdən asılı deyil, Allahın böyük qüdrəti, bunun inayətinin təsir altında da bizim arzularımız həyata keçdi və bugün Azərbaycan qızlarının təlim tərbiyəsi ilə, intellektual səviyyəsi ilə, onların ailə həyatına hazırlanması ilə bağlı belə bir tədris müəssisəsinin açılmasına nail ola bilmişik. Əgər bunu axıra qədər də ləyaqətlə apara bilsək, o həm bizim müvəffəqiyyətimiz, həm də Azərbaycan xalqının qazancı ola bilər. Mən belə təsəvvür eləmişəm. Bu baxımdan da həmin məktəbin açılmasına təşəbbüs göstərmişəm.
Mən burada çox söz danışa bilərəm. Mən güman edirəm ki, çox söz danışmağımda o qədər də vaxt almağa ehtiyac yoxdur. Əgər sualı olan varsa, sözü olan varsa, mən məmnuniyyətlə imkanım daxilində cavab verməyə hazıram. Rəhim bəy, mən 50 ilimi, 50 yaşım. 50 ildir mən Azərbaycan xalqına kitabla xidmət edirəm. Mənim arzum nə olar? Sizin əsərləriniz, xüsusən Qarabağ məsələsinə həsr edilmiş əsərləriniz İngilis dilinə tərcümə olunsun və heç olmasa İngilis dilli xalqlar bu əsərləri olsun. Bu həm sizə, həm də bizim yazışlarımıza olan arzumdur. Çünki bizim əsərlərimiz yazılır. Siz bayaqlarda dediniz ki, erməni dilində nə qədər əsər, erməni məsələsinə aid nə qədər ədəbiyyat çapılır, bütün dünyada yayılıbdır. Bəs bizim yazdığımız əsərlər niyə dünya xalqlar dillərinə yayılmasın? Axı, həmən çap olunmuş ədəbiyyat vasitəsilə bizim məsələlərimiz, bizim arzularımız, arzularımız bu dünya xalqlarına çatdırılmalıdır. Mən bir biblioqraf kimi, bir kitabxanaçı kimi sizdən xahiş edirəm. Güc, qüvvət toplayıb, heç olmazsa Qarabağ məsələsinə həsr olunmuş əsərləri İngilis dilinə tərcümə edib yaya biləsiniz. Burada bilirsiniz ki, əsərin İngilis dilinə tərcüməsi məsələsi dövlət əhəmiyyətli məsələdir. Gərək bundan dövlət özü məşğul olsun. Yazıcı yazır, yuxusuz gecələrini keçirir və onu elə güc bəla ilə Azərbaycan xalqına çatdırır. Təsəvvür eləyin ki, bunun özü nə qədər ağırdır, nə qədər çətindir. Mən inanıram ki, nə vaxtsa dövlət, respublika özünün qamətini düzəldəcək və şübhəsiz ki, sizin bu təklif verdiyiniz məsələlər özünün real həyatda əksini tapacaq. Mən də ona inanıram. Var sualım var. Ancaq bir onu deyə bilərəm ki, İngilis dilinə əsər tam çap olunmasa da, bizim bu yaxınlarda internet zalımız açılacaq. Kitabxananın kataloqundan istifadə edən xarici ölkə oxucuları biləcəklər ki, bizdə belə bir yazıcı və belə əsərlər var. Kitabxana əlindən gələni əsirgəmir. Kimin sualı var? Onda icazə verin, hamımızın, kitabxananın oxucuları adından, kitabxananın kollektivi adından sizə və sizinlə bugün gələn yoldaşların hamısına öz minnətdarlığımızı bildirək, sizə və bunlara gündəlik işində müvəffəqiyyətlər arayın. Siz yazın, kitabxanaçılar qoruyacaq və təbliğ edəcəklər. Çox sağ olun, Leyla xanım. Sağ olun. İnşallah 3-cü filmini də hazır olan kimi görəyəcək. Çox sağ olun. Təbrik ederim. Mehriban xanım, idите, я вам дам цветы. Təbrik olmasa çəkir. Bu yaxşıları daha qabaqda, daha Vallahi, до свидания. Cemaat sizinle de görüşmek istiyor. O değil, ежедневный başlıyor, burada oturuyorlar. Deyim ki, это тот Фарзали Беков, İran'da. Мы с ним будем все встречаться. Çok yaxşı. Gelin. Sevgimizin Aleyhmet. Meral Melik bir de. Bu serginin yanında gördüğünüz şəkil olsun. Bizim özlərimizdə həm qalsın, həm də. Bir də kitablarımız var. Siz də o yanda durun, adınız orada görünsün. Belə elə olsun ki, bilinsin. Leyla xanım, bu nerede gəldi? Terverimizdə. Belə də nə? Rəlim saxtırır. Size şekil göndererek bizim başlıklı.
Sağ ol. Bir de teşekkür ederim. Çəkdirin. Mən gəldim. Bugün hamımızın var. Saxlayaq.